Hal-hazırda gördüyünüz kimi Dərnəgül qəsəbəsində yerləşən 3 saylı bu yataqxana. Görürsünüz, burada elə ailələr qalıbdır. Bunlar bu bədbaxtların axırı necə olacaq? Bunlar Novruz bayramını bu şəraitdə keçirdilər. Dərnəgül qəsəbəsində yerləşən 3 nömrəli fəhlə yataqxanasında burada aradasa bir 7-8 yoxsa 10 ailəyə yaxın ailə qalıbdır. Bax bu durumda. Fikir verin. Bax burada. Ətrafında da bax. Burada Novostroyka tikirlər. Burada da yaşayanlar da deyir burada. Nə tərsi? Nə var, nə yox? Bayram burada keçilir. Görürsünüz. Şəhid ailəsi sizdəsiz? Hə, şəhid bacısıdır. Ki, adın nədir? Bağırova Fərdə. Neçədən ailə qalıb burada? 15 ailə qalıb. Neçəsi məcburi köçkündür? Neçə nəfər? 8 ailə məcburi köçkündür. Yerdə qalanda yerli sakinlərdir. 20 ilə yaxında bu şəraitdə yaşayırlar. Hal-hazırda da bax gördüyünüz kimi Dərnəgül qəsəbəsində yerləşən bax burada 3 nömrəli fəhlə yataqxanası. Bax burada Allah uzaq eləsin. Burada fövqəladə vəziyyət versə özdə qəzalı bina olub da bura. Qəzalı bina olubdur. Bax gördüyünüz kimi də bax bu durumdadır. Bax. Deməli bax bu vəziyyətdədir insanlar. Bax bu vəziyyətdə bayramların burada keçirdilər. İnşallah yeni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni komissiyasının bura gəlməyin və insanları burada bu vəziyyətdən çıxartmaq. Bu evlər müvəqqəti tikilir də. Bunu dövlətimiz bizə verir də. Siz niyə narahatsınız özünüz? Niyə narahatsınız bu evlərə görə? Gəlin bir insanlar yoxlayın da. Görün burada nəzir bu vəziyyət. Bu da mənim ərzəm. Baxın. Bu da mənim ərzəm. Vermişəm. İnşallah sabahlarda yollayacağım. Bu da Novostroyka. Bax burada. Fikir verin. Burada deyə bax belə. Bax bu durumda. Burada da böyle. Bax belə bu vəziyyətdə. Bir daha da insanlar, məcburi köçkünlər və məcburi köçkün olmayan ailələr sizlərdən dəstək gözləyir. Dövlətimizin bizə yaratdığı şəraitidir. Bizə şəffaf şəkildə verin. Bax bu məcburi köçkünləri. Biz ölkə rəhbərimiz Cənab Prezident İlham Heydəroğlu Əliyevin və hörmətli Mehriban Arif qızı Əliyevanın birinci vitse-prezidentimizin, hökumətimizin, prezident aparatının məcburi köçkünləri yaratdığı şəraiti dəstəkləyirik və alqışlayırıq. Bizim də Qaçqın və Məcburi Köçkünlər İşləri üzrə Dövlət Komitəsi şəffaf, ədalətli bu insanları buradan köçsünlər. Var olun. Yaşasın Azərbaycan dövləti.